Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın ekranı 14 TV'nin efirində Kərbəla vaqiəsinə əsir olunmuş Kərbəlanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsi həqiqətin aynasıdır. Qonaqlarımız isə ilahiyyatçı Mütəllim Əliyevdir. Mütəllim bəy, xoş gördük sizi. Mən də salamlayıram və təşəkkür edirəm sizlərə. Xoş gördük. Digər qonağımız isə dəyərli Əhl-i-Beyt məddahı Hacı Aydın Rızadır. Hacı, xoş gördük sizi. Xoş gördük. Mən də salamlayıram hər birimizi, dəyərli ruhanimiz. Allah ömrünə, elminə bərəkət versin və 14 TV'nin izləyicilərini, sizləri. Minnətdarıq sizə, dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk. Var olasınız. Hacı, istərdik Kərbəla vaqiəsi haqqında. Əlbəttə ki, Kərbəla vaqiəsi ilə eynən Qurani Kərim kimidir. Hansı dövrdə Quranı vərəqləsək, həmin dövrə uyğun, həmin dövrün təfəkkürünə, dünya görüşünə uyğun əlbəttə ki, təravətlənir. Məlumatlar, biliklər. Elə bu minvalla da istərdik Kərbəla vaqiəsinə üst tutaq. Biz bilirik ki, Kərbəla vaqiəsinə qədər də İslam tarixində bir çox əlamətlər, qarşı durmalar, müharibələr, qəzvələr olmuşdur. Amma Kərbəla vaqiəsi bütün əhəmiyyəti ilə üstələmişdir bunların hamısını. Elə sualımız da bundan ibarət ki, Kərbəla vaqiəsində necə bir ilahi haqq var idi ki, həqiqəti tam aşkarlığı ilə, tam açıq şəkildə bəyan etmiş və üzə çıxarmışdır. Bu haqda lütfən. Bismillahirrahmanirrahim. Öncə mən həm təşəkkür edirəm sizlərə və bütün kollektivinizə. Bu əzalı günlərdə də elə sözümüzdə də qeyd elədiyimiz kimi Aşura bir məktəbdir və təravətini itirməyən bir məktəbdir, Qurani Kərim kimi. Hər bir zamanda və xüsusən də indiki zamanda daha da təravətlənir, daha da genişlənir, böyük vüsət tapır. Kərbəlanın, Aşuranın dərsləri bu əzadarlıq günlərində də mənim Allahdan istəyən budur ki, həm özüm üçün, həm bütün cəmiyyətimiz üçün, deyərdim bütün insanlıq üçün Aşura məktəbindən dərs almağı, ibrət götürməyi Aşura məktəbindən biz insanlara nəsib eləsin inşallah. O ki, qaldı o dəyərli suala, elə sizin də qeyd elədiyiniz kimidir. Görəsən nə səbəb olur ki, İmam Hüseyn əleyhissalamın Aşurası, Aşura məktəbi öz əzəmətini itirmir, daha da əzəmət tapır, daha da genişlənir, böyüyür. Nə iş görmüşdü? Ümumiyyətlə, belə deyərik ki, məsələn, İmam Hüseyn əleyhissalamın ixlası və onu ilə birlikdə iştirak edənlərin Allah qarşısında bu işi görməkdə, bu missiyanı yerinə yetirməkdə ixlaslarının daha mükəmməl olması, ixlasla işə yanaşmaları, işləri görmələri, bu bir məsələ ola bilər. Amma bunların hamısını cəmləsək ki, bir neçə məsələ deyə bilərik. Hamısını cəmləsək bir yerə, hamısının içərisində bir dənə məfhum var. O məfhum, mən deyərdim ki, o səbəb olur ki, İmam Hüseyn əleyhissalamın Aşurası məktəbi, Kərbəla məktəbi, belə deyək, əzəmətlənir, daha da təravətlənir. Öz təravətini, əzəmətini missiya olaraq yerinə yetirilmiş missiyanı itirmir. Nədir həmin məsələ? İmam Hüseyn əleyhissalam özünün bildirdiyi kimi, məsələn, soruşanda ki, neçə nəfər soruşdular da, niyə görə gedirsən, niyə görə uşaqları özündən aparırsan, ümumi şəkildə cəmləyib belə bir cavab verək. Özünün cavabını, daha doğrusu İmam Hüseyn əleyhissalamı belə bir cavab verdi ki, Allah məni şəhid bu yolda, bu işdə, məni şəhid və ailəmi də əsir görmək istəyir. Düzdür, bu sözün, məsələn, insan düşünə bilər ki, ola bilər ki, İmam Hüseyn əleyhissalam bu məsələdə məcbur idi. Məcburiyyət qarşısında qalıb bu işi görməli idi, çünki Allah belə istəyir. Başqa bir ixtiyarı yox idi. Bu baxışla yanaşsaq məsələyə təbii ki, düzgün baxış deyil. Əslində İmam Hüseyn əleyhissalamın bu cavabı onu göstərir ki, Allah düzdür, istəyir. İndi mən Allahın istəyinə istədiyi kimi cavab verməliyəm, bu işi yerinə yetirməliyəm. Ona da bir dənə söz var, Qurani Kərimdə ona toxunub. Elə Məhərrəm ayından bir neçə gün əvvəl də bir bayram idi, İslam bayramı idi, Qurban bayramı. Tarixçəsi də məlumdur, Həzrət İbrahim Peyğəmbərə
bağlı olan və onun sünnəsidir ki, gəlib çatıb İslamda qəbul edib, daha da genişləndirib. Həzrət İslam İbrahim peyğəmbərə Allah Taala bir əmr verir və həmin əmri də Qurani-Kərimdə də bunlar hamısı deyəcəm ayəsində. Həmin əmri də Həzrət İbrahim peyğəmbər qəbul edəndən sonra ki, Allah mən bunu yerinə yetirirəm, ardıcan imtahanlar gəlir. Bəlalar gəlir. Biz indi ona imtahan deyək. Bəla deyəndə biraz məfhum olaraq ağır qəbul olunur. Allahın sözü nə idi Həzrət İbrahimə? İz qalə ləhu rabbuhu əslim. İbrahim peyğəmbər Allah yadıba sal o zamanı ki, ona, yəni İbrahimə Rəbbi dedi ki, əslim, təslim ol. İbrahim peyğəmbər nə dedi? Qalə əsləmtu li rabbil aləmin. İbrahim peyğəmbər də budur ki, təslim oldum. Amma kimə təslim oldum? Li rabbil aləmin. Aləmlərin Rəbbi üçün də söhbət də buradadır, söz də buradadır. Yəni insan təslim ola bilər. Ümumi, nə bilim, kimi nəsə bəhs eləyir, bəhsdə təslim ola bilər. Kim nəsə müharibə eləyir, müharibədə təslim ola bilər. Yox, ümumi olaraq aləmlərin Rəbbinə təslim olmaq, burada bir dənə incəlik var. İncəlik nədir? Təslim olmaq, yəni ki, mən daha belə deyək də, öz dilimizdə uduzdum sənə. Təslim oldum. Amma aləmlərin Rəbbi qarşısında təslim olmaq, ona təslim olmaq, özünü təslim eləmək, əslində başqa hər bir şey, hər bir canlının qarşısında qalib olmaq deməkdir. Aləmlərin Rəbbinin qarşısında, yəni Allah qarşısında təslimiyyət, ondan başqa hər bir şeydə nədir? Qalib olmaqdır, məğlub olmaq yox. Amma əksinə olsa, insan Allaha təslim olmasa, ondan başqa hər bir şeyin qarşısında nə olacaq? Məğlub olacaq. Həzrət İbrahimin cavabı bu oldu. Əsləmtu li rabbil aləmin. Mən aləmlərin Rəbbi qarşısında nə etdim? Təslim oldum. İndi Allah deyir ki, elə ki təslim oldun, ya Allah, indi imtahanlar gəlir. Sınayaq görək, sən doğrudan da təslim olmuşsan, yoxsa yox. Bir daha mən onları ardıcıllıqla desəm, vaxtımız çox gedər. Övladı olmurdu Allah Taala neçə ildən sonra yaşlı vaxtında övladı verdi. Övlad dünyaya gələndən sonra Allah əmr elədi ki, apar qoy, susuz, ağacsız falan bir səhrada, quru bir yerdə. Deyib baxı, əsləmtu, mən təslim olmuşam. Allahın əmrinə necə təslim olub? Elə təslim olub ki, ta bugünkü günə qədər Həzrət İbrahim yaşayır. Apardı qoydu. İnni əskəntu min zürriyyəti bivadin qeyri zizərin ində beytikəl mühərrəm. Quranda Allah buyurur ki, İbrahim Peyğəmbər buyurur ki, mən öz zürriyyəmdən bəzisini, yəni Hacərlə, xanım Hacərlə, övladım İsmaili, otsuz, ağacsız, susuz bir vadidə yerləşdirdim, qoydum, burada sakinlədim. İndə beytikəl mühərrəm. Sənin Beytül-Həramın kənarında, yəni Kəbə evinin kənarında. Kəbə evi də onda da yox idi, özülü var idi. Sonradan Həzrət İbrahimlə İsmaillə bir yerdə bina elədilər. Ata, oğul bir yerdə. Orada qoydu İbrahim Peyğəmbər, getdi. İcazəsi də bu idi ki, neçə müddətdən bir dəfə gələrdi, baş çəkərdi, ondan sonra gedərdi. İndi neçə illərdə övladı olmayan Həzrət İbrahim Peyğəmbər və ondan dünyaya gələndən sonra da aparsın bir kənarda qoysun, indi övlad həsrəti, ayrı qalsınlar filan. Təqribən 13-14 ildən sonra, bəlkə də biraz çox, 14 il keçəndən sonra inni ərə fil mənami ənni əzvəhəkə. Allah Taala yeni bir imtahan göndərir ki, get oğlunun başını kəs. Gəlir deyir oğluna ki, mən səni yuxuda görürəm ki, başımı kəsirəm, bıçağı boğazıma çəkirəm. Fənzur mazatəra. Sənin fikrin nədir? Məsləhət eləyir, ha. Demir, bunu eləməliyəm mən. Mən eləyəcəyəm. Amma sənin fikrin nədir? Məsləhət də alır oğlundan. Ya əbəti ifəl ma tu'mər. Oğlu da cavab verir Həzrət İsmail ki, Allah nə bilibsə, onu da yerinə yetir. İnni sətəciduni inşaallah minəs sabirin. Məni tezliklə inşallah ki, səbr eləyənlərdən görərsən. Fələmma əsləma. Gəlir məsələ bu yerdə də, o hissələrini danışmıram da, vaxtımız çox getməz. Gəlir bu yerə çatır ki, Həzrət İbrahim fələmma əsləma, təslim oldular. Həzrət İbrahim də, Həzrət İsmail də, ata da, oğul da. Yəni təslim oldular. Necə ki, söz vermişdik, mən təsliməm və təslimiyyətin də cavabı sonuncu imtahanında orada idi. Mən o birisi imtahanları elə demədim. Sonuncu imtahanı orada idi. Qəd səddəqtər rüya. Ya İbrahim, sən daha sədaqəti bildirdin. Yuxubu doğrultdun, sənə əmr olunanı yerinə yetirdin. Amma neylə yerinə yetirdin? Təslimiyyətlə. Allah qarşısında təslim olmaqla.
Bu Həzrət İbrahim peyğəmbərin bir dənə misalıdır. Həzrət İbrahim peyğəmbər şəriət sahibidir. Şəriət gətirən peyğəmbərdir. Amma imam şəriət gətirən deyil. İmam şəriəti icra eləyəndir. Həmin o imtahandan İmam Hüseyn əleyhissalamın da qabağına çıxıb. Hətta Həzrət Peyğəmbər sallallahu əleyhi vaxtı ikən xəbər vermişdi. Bunlar hamısı öz yerində. İndi İmam Hüseyn əleyhissalam bu sözü deyir ki, mən Allah məni şəhid, ailəmi də əsir görmək istəyir. İmam Hüseyn əleyhissalam bu işi yerinə yetirməkdə Allah qarşısında təslim olma. Necə İbrahim peyğəmbər əsləmtü li Rabbil aləmin, İmam Hüseyn əleyhissalam deyir ki, əsləmtü li Rabbil aləmin. Aləmlərin Rəbbi qarşısında mən bu əmri yerinə yetirməyə təsliməm. Amma necə? Həzrət İbrahim peyğəmbərdə tək özü yox. Fələmma əsləmə, elə ki, ikisi də təslim oldular, oğlu da. Niyə görə təslim oldu? Hətta ayrı qalmışdı Həzrət İbrahim peyğəmbərdən neçə illər. O lap öz dilimizdə desək də, məsələn, bir cəmiyyət baxışı ilə desək, Həzrət İsmail peyğəmbər olmasaydı, bəlkə belə bir etiraz da eləyərdi ki, adı oğul olsaydı da, məsələn, neçə illərdir gətirib atmırsan, heç başda çıxmırsan, gəlmirsən, dəymirsən falan, indi də gəlmirsən ki, başı kəsməliyəm falan, belə etiraz eləməli idi məsələndə, amma onların heç birini demir, ya əbəti, atacan, nəvazişcəsinə belə bir cavab verir. Fələmma əsləma, ikisi də təslim oldular. Niyə görə? Çünki Həzrət İbrahimin düzdür, yanında olmasa, ata yanında olmasa da, amma genetik olaraq Həzrət İbrahimin o kişinin oğlu olduğuna görə elə bu cavabı da verməli idi. İbrahim peyğəmbər təslim olursa, o da təslim olmalıdır. Çünki İbrahimin oğludur. Onlar necə ikisi təslim idilər? Həzrəti İmam Hüseyn əleyhissalam da təslimiyyəti gətirdi, göstərdi Kərbəlada. Həm özü, həm də övladları, həm də yaxınları, həm də dostları, həm də ailəsi. O təslimiyyət məfhumu idi İmam Hüseyn əleyhissalamın Kərbəlada gördüyü missiyanın ta bugünkü günə qədər yaşamasına səbəb olan. İçərisində fədakarlığı var. Əgər təsliməmsə fəda verəcəyəm, qurban verəcəyəm. Əgər təsliməmsə ixlasla işi yerinə yetirəcəyəm. Bütün hamısı yeganə bir dənə şeyin üstündədir. O da nədir? Təslimiyyət. İmam Hüseyn əleyhissalam həm təslim oldu, işi layiqincə yerinə yetirdi, missiyanı layiqincə yerinə yetirdi. Övladları da həmçinin, qardaşları da həmçinin, ailəsi də həmçinin və özü çevrildi, oldu bir dənə məktəb. Yəni bu məktəbin kökü neyin üzərində dayanıb? Həm bütün o gözəlliklər, xanım Zeynəb Salamullah əleyhanın dili ilə də desək, bütün o gözəllik, bütün o əzəmət hamısı gəlib dayanıb xaliscəsinə Allah qarşısında təslim olmağa. Əsləmtü li Rabbil aləmin, aləmlərin Rəbbinə təsliməm. Deməli İmam Hüseyn əleyhissalam Allah qarşısında təslimdirsə, bütün düşmən qarşısında nədir? Qalibdir. Allah qarşısında təslim olan məktəb hər bir məktəbin qarşısında qalibdir. Niyə görə? Bir dənə o məfhumun üzərində dayanır. Ona görə də Kərbəla məktəbi, düz deyib, baxışlar var, müəyyən baxışlarla baxıb yenə də şərh eləmək olar. Çünki çox gözəl söz dediniz ki, Quran-ı Kərim kimidir. Qurana bağlı olduğuna görə elə belədir ki, Quran-ı Kərim hər bir zamana cavab verir. 5 gün bundan qabaq oxuduğumuz bir ayəni bugün oxuyub tamam başqa bir şey görürsən, çıxarış eləyə bilər oradan, tamam başqa bir məna əldə eləyə bilər oradan. Kərbəla hadisəsi də bu cürdür ki, olan əsaslarından, sütunlarından da biri İmam Hüseyn əleyhissalamın yerinə yetirdiyi o təslimiyyət, Allah qarşısındakı təslimiyyət, özünün və ailəsinin. Və çevrildi oldu bir dənə də məktəb. O məktəb bizə nəyi öyrədir? Yalnız Allah qarşısında ixlasla, xaliscəsinə təslim olmaq. Allahın hökmləri qarşısında, Allahın dini qarşısında, Allahın peyğəmbəri, imamı, kitabı qarşısında təslim olmaq. Çox təşəkkür edirik sadəcə bu təfərrüatlı cavablamaya görə. İnanırıq ki, bu hüzünlü günlərdə tamaşaçılarımız üçün çox faydalı olacaq. Minnətdarıq sizə. Hacı, istərdik sözü sizə verək, sizin ifanızı dinləyək lütfən. Allah sizdən razı olsun. Dəyərli alimimiz Hacı Mütəllim çox gözəl elmindən bəhrələndi. Acının timsalında Allah cəmi alimlərimizi yerin göyün bəlasından hifz eləsin inşallah. Mən bir dua eləyərdim elə özümüz üçün ki, onu da bizim dəyərli bir alimimizdən eşitmişdim ki, məhərrəmlik günlərindən
bir neçə məclislərində bir neçə gün keçmişdi. Bir cümlə dedi, o mənim zehnimə o qədər belə yazıldı, məndə təsir qoydu. Deyir, hə, 10 gün əzadar olduq, imamın 7-si oldu, imamın 40-ı çıxdı. İndi görək kimdən nə qədər Hüseynin ətri gəlir. Kaş bu məclislərdən sonra o ətri, o məcazi mənada o ətri, İmam Hüseynin xidmətçisi olmağı, İmam Hüseynin əzadarı olmağı elə biz bunu üstümüzdə gəzdirə bilsək, bu bizim elə bir ki, ən böyük qazancımızdır. Allah bizlərə layiqli İmam Hüseyin əzadarı olmağı nəsib eləsin. Soruş badi səbadan ya Muhammed. Soruş badi səbadan ya Muhammed. Xəbər bir Kərbəladan ya Muhammed. Soruş badi səbadan ya Muhammed. Xəbər bil Kərbəladan ya Muhammed. Ölüb gül sahibi, gül oldu pamal. Düşüb gülşən səfadən ya Muhammed. O başı ki sinəndə bəsləmişdin. O başı ki sinəndə bəsləmişdin. Kəsib düşmən qəfadən ya Muhammed. O qovmi ki həya şərm etməyiblər. Nə səndən, nə xudadan ya Muhammed. Gəlib canə Hüseynin əhli beyti. Gəlib canə Hüseynin əhli beyti, cəfayı əşqiyadan ya Muhammed. Allah Peyğəmbərimizin və bugünkü günlərdə İmam Hüseynin ziyarətin cəmi arzusunda olanlara nəsib eləsin inşallah. Mənəm fədayı şəhidi dəşdi neynəva. Düşübdü başıma yenə həvai Kərbəla. Düşübdü başıma yenə həvai Kərbəla. Yuxuma hər gecə gəlir o basəfa hərəm. O qanlı türbəti iki cahana vermərəm. O qanlı türbəti iki cahana vermərəm. Ağam, ağam Hüseyin, ağam, ağam, ağam Hüseyin. Ağam, ağam Hüseyin, ağam, ağam, ağam Hüseyin. Ağam, ağam Hüseyin, ağam, ağam, ağam Hüseyin. Aziz Fatıma, aziz Fatıma, Nigar-ı Basafa Hüseyin. Yaralı kalbime atam anam feda Hüseyin. Yaralı kalbime atam anam feda Hüseyin. Xuda bilir seni, ağa nə qədər çox istəyirəm. Budur şərəf mənə, xanım Rübabə nökərəm. Budur şərəf mənə, xanım Rübabə nökərəm. Ağam, ağam Hüseyin, ağam, ağam, ağam Hüseyin. Ağam, ağam Hüseyin. Ağam, ağam, ağam Hüseyin. Ağam, ağam Hüseyin. Ağam, ağam, ağam Hüseyin. Esselamu aleykə ya Əbu Abdullah. Çox minnətdarlığımızı bildiririk. Səsinizə qüvvət, səsinizə bərəkət olsun. Var olasınız. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin.
Değerli izleyicilerimiz, siz Kərbəlanın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsi həqiqətin aynasıdır. Qonaqlarımız isə ilahiyyatçı Mütəllim Əliyev və dəyərli Əhlibeyt məddahı Hacı Aydın Rızadır. Hacı, söhbətimizin davamında bir maraqlı məqam var, istərdik ona toxunaq. Biz bilirik ki, yəni bundan öncə də qeyd etdiyimiz kimi bir çox hadisələr baş vermişdi. Və həmin hadisələri bəzən həqiqət, bəzən gördün ki, haqla batil, bəzən qarışıq olurdu. Bəzən həmən sezmək olmurdu. Və yaxud da ki, hər hansı bir libasa geyinmiş bir batil mi deyə həqiqət kimi görsənə bilirdi. Bəs nəyə görə biz məhz Kərbəla vaqiəsini mütləq haqla, mütləq batilin qarşıdurması kimi görürük? Bu haqda lütfən. Təşəkkür edirəm bir daha. Mən Hacı Aydın Rıza qardaşımıza da təşəkkür edirəm. Gözəl səsi ilə Əhl-i-Beyti İmam Hüseyn əleyhissalamı mədhələdiyinə görə. Deməli, həmin o sualda haqla batilin mütləq şəkildə görünməsi. Onu da düz qeyd edirsiniz ki, bir çox hadisələr, böyük fəlakətlər, məsələn, soyqırımlar hətta belə olub ki, tarixdə. Məsələn, üstündən pərdə çəkilib bəzilərinin hətta müəyyən səbəblərdən. Amma yeganə İmam Hüseyn əleyhissalamın Kərbəla vaqiəsində, bu hadisədə imamın şəhadətindən sonra ta bugünkü günə qədər haqq tam, mütləq olaraq haqq kimi tanınır. Batil də həmçinin həmin şəkildə. Və nə səbəb oldu? Sual belə idi də, yəqin ki, nə səbəb olur ki, İmam Hüseyn əleyhissalamın haqq olması üstünü örtə bilmədilər. Bəli. Üstünü örtə bilmədilər, bəli. Bir məsələ var ki, onun barəsində kənardan, zahirən baxanda İmam Hüseyn əleyhissalam ziddiyyətli bir iş görüb. Düzdür, alimlərimizin cavabı var buna. Hələ o cavabı deyəcəm inşallah. Ziddiyyətli görünən iş nədir? İmam Hüseyn əleyhissalam Aşura gecəsi, yəni Tasua günündə, əslində həmin saata qədər, belə deyək, gün batdı, axşam vaxtı idi ki, sabah da sonuncu gündə Aşura günüdür. Həmin günə qədər dəfələrlə ətrafında olanlara dedi ki, bunların işi yalnız məni iləndir. Beyyətimi götürürəm sizdən, gedin. Gedənlər də olmuşdu və ta gəlib çatdılar Aşura günündən bir gün qabaq. Bir neçə nəfər ki var idi, iştirak edirdi orada. Və İmam Hüseyn əleyhissalamın sözü oldu ki, mən beyyətimi sizdən götürürəm. Hətta tapşırdı Əli Əkbərlə Həzrəti Əbbasa ki, o məşəlləri də söndürün ki, getmək istəyənlər getsinlər. Yəni utanmasınlar gedəndə. Məşəllər də söndürüldü və doğrudan da gedənlər də oldu. Çıxıb getdilər. Və səhərə günü hamı şəhid olandan sonra İmam Hüseyn əleyhissalam başladı kömək istəməyə. Yəni dünən var idilər də, bunların elə kömək eləyərdilər. Niyə görə yola saldın? Yəni ziddiyyət burada budur. Axşam beyyəti götürdü, yola saldı. Səhər təzədən yenidən çağırır. Özü də hansı halda çağırırdı? O məhşur olan söz budur. Həl min nasirin yənsuruni. Varmı bir nəfər mənə kömək eləsin? Həmin vaxtı, elə bir vaxtda deyirdi ki, Aşura günündə hamı şəhid olmuşdu. Hətta Həzrəti Əbbas da şəhid olmuşdu. İmam Hüseyn tək qalmışdı. Çox ehtimal ki, deyirlər, tarixdə belə yazılır. Bir dənə körpə altı aylıq qalanda bu sözü demişdi. Və bilirdilər ki, orada kömək eləyən yoxdur. Niyə görə İmam Hüseyn əleyhissalam bu sözü deyirdi? Məqsəd nə idi? Axı ziddiyyət var. Dünən niyə görə deyirdin? Alimlər qəşəng, gözəl cavab veriblər. Deyirlər, İmam Hüseyn əleyhissalamın bir dənə məqsədi var idi orada. Məqsəd bu idi ki, axşam ki o sözü idi ki, gedin, nə qədər ki öz dostlarının ətrafında təslim olan insanlar var idi və təslim olmayanlar, yəni xalis olmayanlar, xəbislər var idi. Onları istədi çıxartsın. Arıtsın, bəli, əleydən keçirsin, onları çıxartsın. Amma səhər ki, yenə çağırırdı ki, gəlsin kömək eləyən olsun. Orada Bülüsüdə düşmən qoşunundan 2 nəfər, sonra ondan qabaq Hürrün keçməsi, düşmən tərəfdə, yəni o biri tərəfdə, batil tərəfdə belə deyək, xalis təslim olan, Allah qarşısında təslim olan insan varsa, orada qalmasın, gəlsin, keçsin, öz yerini tutsun. Belə deyək, haqq tərəfdə qalsın. Ziddiyyət yoxdur. İmam Hüseyn əleyhissalamın əslində işi bu idi. O bir dənə haşiyə çıxım.
Həzrət Əli əleyhissalam Siffin müharibəsində gəldi, çatdı. O gəlib çatmamışdan qabaq həmin o məkanda ki, o çay ki axırdı, Fəratın çayı, onun yolunu, suyun yolunu bağlamışdılar. Muaviyənin qoşunu bağlamışdı və gəlib çatandan sonra gördülər ki, su yolu bağlanıb. Əli əleyhissalam bir neçə dəstə ilə, hətta İmam Həsən, İmam Hüseyn deyirlər, Həsrət Əbəlfəz deyirlər, bir neçə dəstə ilə getdilər, su yolunu açdılar. Hətta gəldilər, təklif edildilər Əleyhissalama ki, bəlkə biz də suyu bağlayaq, onlar istifadə eləməsinlər. Əleyhissalam dedi ki, biz suyu bağlamağa gəlməmişik. Əli su bağlamağa gəlməyib. Biz qarşı tərəflə o həqiqəti aydınlaşdırmağa gəlmişik də, belə deyək, aydın olsun məsələ. Sözüm burada deyir. Gəldi, çatdı və indi döyüş başlamalıdır. Əli əleyhissalam uzadır. Bir gün keçdi, 2 gün keçdi, bir neçə gün keçdi və söz-söhbət yarandı. Əli əleyhissalamın qoşununda gəldilər, dedilər ki, Əli əleyhissalama ki, ya Əli, sənin barəndə söz gəzir. Soruşdu, nə söz gəzir? Dedi ki, deyirlər ki, bir dəstə deyir ki, Əli qorxur. Döyüşü başlamağa qorxur. Dedi, yaxşı, ikinci söz nədir? Dedilər, ikinci söz də budur ki, Əli tərəddüd eləyir ki, bu müharibə başlayım yoxsa yox. Tərəddüd də budur ki, yəni bilmirəm mən haqqam yoxsa yox. Bu mənada. Gülümsədi, dedi ki, sözün ikisi də səhvdir. Nəyə görə? Birincisi budur ki, əgər ki deyirlər Əli qorxur, başladı bir-bir saymağa ki, qorxan Bədirdə də qorxardı, Bədir döyüşündə Peyğəmbərin, yəni Peyğəmbər tək qalanda da, Uhudda da qorxardı, falan. Qorxan Əli əleyhissalam və Peyğəmbərin yerində yatmazdı, bunları saydı. Ona görə onların sözləri səhvdir, düzgün deyil. İkincisi ki, deyirlər tərəddüd eləyir. Əli tərəddüd eləsəydi, hələ əvvəldən tərəddüd eləyərdi İslam barəsində. Dedi, yaxşı, soruşan, deyən, xəbəri gətirən dedi ki, yaxşı, bəs nədir, səbəb nədir döyüşü yubadırsan? Dedi, döyüşü yubatmaqda, uzatmaqda məqsədim budur ki, ən azından hətta bir nəfər də olsa belə düşmən tərəfdən həqiqəti bilib keçsin bu tərəfə. Haqqı bilsin, anlasın, keçsin bu tərəfə, hidayət olsun, bəli. Və doğrudan da oldu, cavanlardan biri, indi adı mənim zehnimdə deyil, Əmmar idi. Əmmar ya digər səhabələrdən biri idi. Getdi düşmən tərəfinə döyüşməyə. Yaşlı kişi idi, qoca 90-dan yuxarı yaşı var idi. Bir dənə cavan gəldi onunla döyüşməyə. Əmmar dedi ki, mən səndən qorxmuram. Döyüşürəm, təkbətək döyüşürəm səninlə. Amma mən bir dənə şey soruşum səndən, ondan sonra döyüşək. Buyur, eşidirəm. Dedi, bax, niyə görə gəlmisən Əli ilə müharibə eləməyə? Dedi, ona görə gəlmişəm ki, 2 səbəbi var. Birincisi budur ki, 3-cü xəlifənin qatilidir. Bu bir. İkincisi də budur ki, mən elə göz açandan cavan idi. Göz açandan eşitmişəm ki, Əli namaz qılmır, Əli dindən çıxıb, falan, belə danışdı. Əmmar oturdu, moizə elədi onu. Başa saldı ki, yox, sən fikirləşdiyin kimi deyil. Uzun da məsələ, mən qısa şəkildə deyirəm bunu. Ondan sonra deyir, Əli boşaldı, qılıncı düşdü yerə. Həmin o zaman gəldi, keçdi, hidayət oldu. Əli əleyhissalam da elə bir ki, onu görüb göstərmək istəyir insanlara, o şayə yayanlara ki, Əli qorxuya görə saxlamayıb, uzatmır müharibəni və tərəddüd də eləmir. Amma bir nəfər hidayət olacaq deyə, çünki insan həyatı gedir burada. Eynən Peyğəmbərin Taif səfəri. Bəli, Taif səfəri kimi. Ümumiyyətlə Peyğəmbər və Əhl-i Beyti missiyası budur, yolları budur, şəriətləri budur, həyatları budur. Özü də bizim üçün bir örnəkdir. İmam Hüseyn əleyhissalam da Kərbəlada bunu göstərir. Kərbəlada bunu göstərir ki, gəlir düşmən qabağında moizə eləyir. Həmin o dediyimiz məsələ hətta ki, belə deyək, Həlmin Nasirin Yənsuruni 2 nəfər o tərəfdən keçdi bu tərəfə, hidayət oldular. Çünki 2 nəfər qalmışdı orada, Əsləmdül Rəbbil Aləmin. Aləmlərin qarşısında təslim olan. Bu təslimiyyət məsələsi, yenə də qayıdırıq həmin məsələnin üzərinə və ikincisi də İmam Hüseyn əleyhissalamın məqsədi. O məqsəd ki, insan öldürməkdir. Bilirsiniz də, axır məqama qədər gözlədi. Hətta gəlib təkliflər edirdilər ki, məsələn, çıxaq gecə vaxtı hücum eləyək, nə bilim, falan yeri yandıraq, gedib ox atanlar falan yerdə deyəniz. Heç biri ilə İmam Hüseyn əleyhissalam razı olmadı. Çünki məqsədi, Quran-ı Kərimdə ki, Allah Teala buyurur, Həzrət İbrahim çünki, inni ca'iləkə linnasi imamən. Biz indi səni insanlara imam təyin elədik. Hansı hadisədən sonra oğlubu kes əmrini vermişdi ya, sən də razılaşırdın oğlubu kəsməyə ki, bu işi yerinə yetirəsən.
o işi sən qəd səddəqdə röya, sən ki bu sədaqəti doğrultdun, elədin, düzdür iş alınmadı, amma sən eləyirdin, bu işi görürdün, sən ki bu imtahandan keçdin, biz səni insanlara imam təyin edirik. İmam Hüseyn əleyhissalam da Allah tərəfindən təyin olunan imamdır. Ümumiyyətlə cəmiyyət tərəfindən təyin olunmur imam. Allah tərəfindən nəzəri olaraq təyin olunmuş imamdır, linnas, insanlar üçün. İnsanlar üçün təyin olunan imam da insanların həyatını qorumaq üçün öz 6 aylıq körpəsində qurban verir. İnsanların xoşbəxtliyi üçün. İbrahim Peyğəmbərin sınağına bir daha baxın. 18 yaşında cavanını və yaxud 28 yaşında cavanını, 4 dənə qardaşını, ailəsinin əsir olmasına razı oldu. Deməli, İmam Hüseyn əleyhissalamın məqsədi orada insanların xoşbəxtçiliyi idi, insanların hidayəti idi, insanların azğınlığa düşməməsi idi, insanların cahil olaraq qalmaması idi. Ona görə idi İmam Hüseyn əleyhissalamın məqsədi bu olduğuna görə, əslində bunu bilirsiniz də, Quran-ı Kərim mütləq haqq deyir, amma mütləq batıl yoxdur da, belə deyilən bir şey yoxdur. Biz söz gəlişi deyirik bu sözü ki, yəni açıq-aşkar görsənir. Batil haqdan doğur. Hətta misalını da bir neçə yerdə çəkib, Quran-ı Kərimdə də ayə var da ki, su axır, suyun üzərində yaranan köpük. Həqiqət suyun özüdür, köpük orada belə deyək batildir. Batil də buna bənzəyir ki, bir zaman nə qədər haqq var, onda batil var. Nə qədər İmam Hüseyn əleyhissalam var və haqq kimi tanınır və batil də onun yanında görsənir. Əslində batilin batil kimi tanınmasında rol oynayan haqq olan İmam Hüseyn əleyhissalamdır. O da nədir? Əsas hədəf orada İmam Hüseyn əleyhissalamın məqsədi idi. Məqsəd nə idi? Müharibəyə döyüş yox, bunların heç biri deyildi. Məqsəd burada bu idi ki, İmam Hüseyn əleyhissalam insanların hidayəti üçün çalışırdı, vuruşurdu. Zəlalətə, azğınlığa, cəhalətə düşməmələrinə görə, şəkkə düşməmələrinə, hətta hədisdə də vardı, İmam Hüseyn əleyhissalamın missiyasını çatdırır. Həm özü, həm də İmam Hüseyn əleyhissalamın bu hədəfi, məqsədi ətrafında olan o müxlis dostlarına da keçmişdi. Gəldi Həbib ibn Məzahir. Həbib ibn Məzahir gəldi. İmam Hüseyn əleyhissalam dedi ki, sabah daha şəhid oluruq. Daha doğrusu bugün şəhid oluruq. Həmin gün gəlmişdi Aşura günündə. Bugünkü şəhid oluruq. Bir dənə icazəm, istəyim var səndən. Buyur, nədir istəyin? Dedi, istəyirəm, xanımımı da gətirmişəm. İstəyirəm, gedim onun təlaqını verəm və yola salam getsin evə. Daha sabah mənim sonuncu günümdür. Dedi, icazə verdim, get. Gəldi, xanımını xeymədən səslədi, çağırdı. Xanımı gəldi, çatdı. Biraz belə deyək də ətraflı götürdü söhbəti ki, birbaşa deməsin. Oradan buradan danışa-danışa müqəddimə elədi və gəldi çatdı sonda. Sonda bu oldu ki, mən daha sabah şəhid oluram və özümü fəda edirəm İmam Hüseynə, ağam Hüseynə. Ona görə səni istəyirəm, təlaqı verim və halallıq da alım səndən. Bizim bugün sonuncu günümüzdür. Sağollaşım səninlə. Ki, xanım başladı ağlamağa, dedi, mən getmirəm. Və təlaq da səndən istəmirəm. Dedi, nəyə görə? Dedi, sən niyə görə buradasan? Hüseyni tək qoymamağa görə. Gəlmirsən bura, Hüseyni tək qoymayasan. İndi sən razı olasan ki, sən Hüseyni tək qoymamaq üçün şəhid olursan, amma mən Hüseynin bacısı, Əlinin qızı Zeynəbi tək qoyum çıxım gedim, mən heç bir yerə getmirəm. Başını saldı. Həbib ibn Məzahir qayıtdı, gəldi İmam Hüseyn əleyhissalamın yanına və xanımının o sədaqətini bildirdi. Baxın, necə təsir eləyir İmam Hüseyn əleyhissalamın o məqsədi sədaqətli insanlar üçün özünü fəda eləməsi. O özündən əlavə təsir eləyir ətrafındakilara da, o 72 şəhiddə həmçinin, hətta ailələrinə belə, nəinki belə, hətta zamana belə təsir qoyur. Ta bugünkü yenə qədər İmam Hüseyn əleyhissalam o məqsədi yaşayır və qiyamətə qədər də yaşayacaq. Çox minnətdarıq sizə Hacı bu təfərrüatlı cavablamaya görə. Var olasınız. Hacı, istərdiksən daha bir ifa mümkünsə. Akbar, necə Akbar, heç bir oğul bənzəməz ona. Məhşərdir gözləri, ruxu taha nüması var. Bir xalı var, Mədinədə suğranı yandırıb. Daim xiyalı, yar ilə sübhi məsası var.
Yusuf səni əzizə yoluyub. Yusuf səni əzizə qulam oldu Misridə. Bu Fatimə əzizidir, Zəhra anası var. Yusuf ona qulam idi, bu Zeynəbə qulayam. Zeynəb kimi bir əmməsi var, dilrubası var. Qardaşların məzəmmət edib Yusifi Nəbi, Amma bu qardaşın əlindən öpüb xoş ədası var. Əkbər gəlib Zeynul-İbadi görüb gedə. Bimar idi, məriz olub ibtilası var. Səsləndi, yatma, gözün aç, mən yol üstüyəm. Səsləndi, yatma, gözün aç, mən yol üstəyəm. Şayad gələnmərəm fələgin, çox səfası var. Qardaş, səndən bir istəyim var. Bir də sözüm budur, sənə getsən Mədinəyə. Suğraya de, Əkbərövün çox duası var. Aləm niyə bəs olmadı viran Əli Əkbər. Aləm niyə bəs olmadı viran Əli Əkbər. O gün ki səni saldılar atdan Əli Əkbər. O gün ki səni saldılar atdan Əli Əkbər. Leyla gecələr sübhə kimi yatmadı rahat. Sən kimi cavan bəslədi ey kani məlahət. Axır nə rəvadır qanadı dar və həsrət. Düşmən eliyə qanı və qəltan Əli Əkbər. Düşmən eləyər qanı və qəltan Əli Əkbər. Aləm niyə bəs olmadı viran Əli Əkbər. O gün ki səni saldılar atdan Əli Əkbər. Məşhurdur hərçənd qəm möhnət Yusuf. Kör eylədi Yəqub gözün firqəti Yusuf. Əmma ana bir vəxdə yetib Həzrəti Yusuf. Əmma ona bir vəxdə yetib Həzrəti Yusuf. Kim olmuş idi
Misri'də Sultan Əli Əkbər kim olmuş idi? Misri'də Sultan Əli Əkbər aləm niyə bəs olmadı viran Əli Əkbər ol gün ki səni saldılar atdan Əli Əkbər. Çox təşəkkür edirik sizə Hacı. Allah səsinizə qüvvət, səsinizə bərəkət versin. Hesab etdiniz. Çox minnətdarıq Sağ sizə. olun. Allah qəbul eləsin. Hacı, Amin, Allah sizdən inşallah. razı olsun. Var olun. Hər ikinizə təşəkkür edirik. Hacı, sizi gözəl çıxışınıza görə həqiqətən çox dərin, mənalı və taliyə yüklü nöqtələrə toxundunuz ki, həqiqətən də ibrətlərlə doludur. Və inanırıq ki, elə bu hüzünlü matəm günlərində tamaşaçılarımız üçün də çox faydalı olacaq. Sizin çıxışınızdan faydalanacaqlar. Minnət. Təşəkkür edirəm. Allah sizləri müvəffəq eləsin inşallah. Zəhmətlərinizi qəbul eləsin. Minnətdarıq sizə. Hacı, sizə bir daha təşəkkür edirik. Mən Gözəl təşəkkür ifanıza edirəm. görə. Çox sağ olun, var olun dəvətiniz üçün. Allah dünyanın hər yerində İmam Hüseyn əzadarlarının əzasını qəbul eləsin inşallah. Allah arzusunda olan nə qədər əzizlərimiz var. İnşallah Kərbəlaya, xüsusən Ərbəyinə zəvvar eləsin. Amin inşallah. Dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə minnətdarıq. Var olasınız. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Mütəal Allah bütün Əhl-i-Beyt sevərlərə, bütün haqq və həqiqət sevər insanlara Kərbəla vaqiəsinin haqqını, mahiyyətini və eləcə də həqiqətini tanımağı, öz ömründə bu həqiqətləri yaşamağı və eləcə də İmam Hüseyn əleyhissalamın ziyarətinə haqqı ilə varid olmağı nəsib etsin. Növbəti buraxılışlara dək Allah amanında.